Hər kəsə salam. Bugün quzu qabırğa hazırlamaq qərarına gəldim, xüsusilə də sobada. Mən bu dəfə 4-5 ədəd təzə kartofdan istifadə edirəm. Kartofların üzərini soyuram, yuyuram və 4 hissəyə ayırıram. Öz növbəsində 3-4 ədəd şirin yaşıl biberdən istifadə edirəm. Yaşıl biberlərin də içərisini təmizləyirəm, yuduqdan sonra onları böyük parçalara ayırıram. İstəyən zövqə görə qırmızı şirin biberdən də istifadə edə bilər. 2 diş sarımsaq götürürəm, onları da öz növbəsində 2 hissəyə ayırıram. Mən bu dəfə 2 baş soğandan istifadə etdim. İstəyən 3 baş soğandan da istifadə edə bilər. Soğanların üzərini soyuram, yuyuram və onları 2 hissəyə ayırıram. Ayırdığım 2 hissələrdə 3 parçaya ayırıb tərəvəzlərin üzərinə əlavə edirəm. 4-5 ədəd pomidordan istifadə edirəm. Pomidorların qabığını soymuram. Yalnız onların baş hissələrini kəsirəm. Onları da öz növbəsində 2 hissəyə bölüb əlavə edirəm. Kənarda bir qab götürürəm. 3 xörək qaşığı zeytun yağı əlavə edirəm və 1 çay qaşığı tomat pastası əlavə edirəm. 1 çay qaşığı duz, 1 çay qaşığı qara istiot, çay qaşığının ucunda acı pul biber, çay qaşığının yarısı qədər şirin qırmızı biber və bir balaca da sarı kök. Armudu stəkanın yarısına qədər su əlavə edirəm və qarışımın üzərinə tökürəm. Məhlulu yaxşı qarışdırmalıyıq ki, oradakı tomat pastası yaxşı həll olunsun. Tərəvəzləri isə götürüb böyük listə əlavə edirəm və hazırladığım qarışımı üzərinə əlavə edib yaxşıca qarışdırıram. Mən artıq qabırğaları əvvəlcədən yumuşdum, suları süzülmüşdü, duz, istiot, sarı kök, qırmızı biber, kəklik otu da əlavə etmişdim və qabırğaları tərəvəzlərin üzərinə əlavə edirəm. 1-2 yarpaq reyhan və kərə yağı əlavə edirəm. Kənarda artıq yağlı kağıza su da islatmışdım, yumşalmışdı və tərəvəzlərin üzərini əvvəl yağlı kağızla, sonra isə falqa ilə bükürəm və sobaya qoyuram. 200 dərəcədə sobada asta bişməlidir. Artıq bişməni gördükdən sonra üzərini açıram və qızarmağa qoyuram. Hazırlayan hər kəsə nuş olsun.